Xəbərin ifadə vasitəsi ismi birləşmədir, digərində isə yazıb ki, əmr şəklində olan feildir. İndicə eşitdiyim qızğın mübahisə mənim haqqımdadır. Mənim haqqımdadır burada xəbər olacaq, lakin haqqımda sözü qoşmadır. Deməli, bu qoşmalı sözlə ifadə olunmuş xəbərdir. Çıxırıq. Şikayət ərizəsi göndərən vətəndaşla görüşmək lazımdır. Lazımdır tək başına xəbər olur, ismi xəbərdir, amma birləşmə lazımdır. Bizə çıxırıq. Cavan oğlan deyəsən Qarabağlıdır. Qarabağlıdır xəbərdir, amma yenə də söz birləşməsi deyil. Asta yeri, qərənfil bacı. Yerimək burada əmr şəklində olan feildir. Qərənfil bacı cümlənin xitabıdır. Deməli, bir D gedir 2-yə. Bu həyatın əbədi qanunlarından biridir. Bu mübtəda həyatın qanunlarından biri idisə bütövlükdə xəbər olur və ismi birləşmədir. Birə gedir Y. 1 Y, 2 D olacaq düzgün cavabımız.